Müsahibim yazıcı Əkrəm Əylislidir. Əkrəm müəllim, bugün sizin evinizin qarşısında etiraz aksiyası keçiriblər. Necə qiymətləndirdiniz? O vaxt haradaydınız? O vaxt evdə idim, vaxtım gördüm ki, yığışıblar möhkəm ittihamlar irəli sürürlər. Amma mənə elə gəldi ki, o təşkil olunmuş idi. Onun təşkil olmağına gizlədən də yox idi. Açıq-aşkar da bilinirdi ki, bu təşkil olunurdu. Sizin Daş Yuxular adlı romanınızdan sonra bunlar baş veribdir. Bəli. Səbəbi nədir? Səbəbi odur ki, roman kimi oxumağı hələ bacarmırıq. Bədii ədəbiyyata siyasi ittihamlar irəli sürürük. Bədii ədəbiyyatdan siyasi təmənnalar güdürük. Yəni, bədii ədəbiyyatdır, onu bədii ədəbiyyat kimi qəbul eləmək lazımdır. Onda, kriminal axtarmaq heç bir mədəni xalqa yaraşmaz. Sizin ailənizə qarşı təhdidlər, təhlükələr varmı və əgər olarsa da kimi günahkar bilirsiniz? Tabii ki, mənim ailəmə qarşı, özümə qarşı hər hansı bir zorakılıq aktı ola bilərsə, mən bunu yalnız hakimiyyətdən görürüm. Roman nədən bəhs edir? Roman, mövzusu biraz doğrudan da bugün üçün biraz ağır mövzudur. Amma romanın məqsədi odur ki, yəni mən bunun niyyətimi qoymuşam ki, bilirsiniz, biz bu Dağlıq Qarabağ münaqişəsini çox uzatdıq. Mənim niyyətimdə duran budur ki, erməni bizim Dağlıq Qarabağ əsasən bölgəsində yaşayan ermənilərə mesaj göndərmək istəmişəm ki, Azərbaycan xalqı öz səhvlərini də görür. Öz eləmədiyi işləri məcbur olub eləyibsə, onları da görür. Zaman hələ bizi tamam ayırmayıb. Gəlin bir yerdə yaşamağa dildə bax. Romanın məğzi, yəni qayğısı, daxili yükü, enerjisi bundan ibarətdir. Siz həm də Ziyalılar Forumunun aparıcı insanlarından, aparıcı xadimlərindən birisiniz. Sizə qarşı bu ittihamlar forumdakı kəskin çıxışlarınızla bağlı deyilmi? Buna münasibətiniz necədir? Bilirsiniz, ola bilər ki, onun da buna aidiyyət olsun. Amma tabii ki, məsələ beləsin burasındadır ki, bu bir açıq bilir ki, kiminsə əlinə fürsət düşüb və ola bilər ki, Ziyalılar Forumuna qarşı da bunu çevirsinlər. Amma məsələ burasındadır ki, Ziyalılar Forumunda tam sərbəst adamlar toplaşıb. Onların heç birini fikirdən döndərə bilməz, onların heç biri məcbur eləyə bilməz ki, digərinin fikrini ifadə eləsin.